Möhtəşəm zəfərimizdən qazanılmış təmin qazancın möhtəşəm qələbəmizin qazanılmasında və milli təhlükəsizliyin daha da gücləndirilməsi Ali Başkomandan Prezident cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan deputatların qaldırdıqları məsələlərin biri qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər bir hansı region yoxdur. Ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Dağ kətləri var. Mən oraya getdim, gəldim da, məsələn üçün, burada hələ yay vaxtı cəhənnəmdə adamlar edib bitər. Burada qışda yaşamaq, inanın ki, cəhənnəm oradan çox rahatdır. Bəs o dediyi 4000 adam neynəsin axı? Neynəsin? Mən demirəm, Elçin deməsin, siz durum deyin. İlham Əliyev, sən çıx deyin. Baş nazir, Əli Əsədov, çıx deyin, Rusça deyin. Canı cəhənnəm, başa düşərlər. Sən Azərbaycanca bilmirsən, Rusça deyin. Nə bilim, o parlament sədri var. Deyirlər ki, xaricdə ölkəmizi yaxşı təmsil edir. Xaricdə təmsil eləmək lazım deyil, sənin ölkədə vətəndaşın acından ölür orada. Oranın deputatı var. Nədir o? Keçmiş KGB-şilik, nədir onun adı onun? Arzun Ağayev. Arzun Ağayev desin ki, deputat seçiləndən bugünə kimi bir dəfə gedib, orada cəmaatdan maraqlanıb ki, sənin orada dərdin nədir? Belə. Bu da bu şeylər olmasın deyə. Arzun Ağayev oradan deputat olmamalıdır. Ondan sonra oranın icra başçısı, o rayonun icra başçısı, o kəndin icra nümayəndəsi, bələdiyyə sədri, kənddən rayondan qovulmalıdır, rəsmən qovulmalıdır, boykot olunmalıdır. O şeylər olmasın deyə adamlar o vaxtı yaddan, deməli, Sibirdən, o tərəfdən, Uraldan şaxtyorlar, nədir, şaxtaçılar. Kaskalarını bir dəllərində dubinka götürüb gəlib prezident aparatın qabağında, ta belə dubinka ilə kaskanı dövdülər Moskvada, Kremlin qabağında. Orada da bəlirli problemi həll oldu. Bir zəhmət yığılsınlar, özdə piyada, yolun sağına soluna, yollar kəsmək yandı. Piyada üzü Bakı. Harada nə olar, onsuz da kətdə soyuqdan ölür də bu da. Kimin ki, ocağının içisi yoxdur, ocağı yanan ocağı yoxdur, evində canı qızmır, kimin ki, kəsməyə çörəyi yoxdur, yandırmaq odunu yoxdur, onsuz da yoxdur da, evdə oturub soyuqdan olmaqdansa hərəkət edəcəksin, hərəkət. Hərəkət nədir? Düşəcəksən, yol alın alacaqsan, bax belə danışa gülə-gülə, bir 3 gün, 5 gün piyada, laf 15